Allah insanı o qədər çox istəyir ki, Allah bəndəsi ilə o qədər rəhimlə rəftar edir ki, heç bir zaman Allah bəndəsinə zülm eləməz. Heç bir zaman Allah bəndəsinə çətin yol göstərməz. Neynəsə bəndə çətinliyə salar, amma Allah həmişə onu çətinlikdən çıxardar. Çalışın, iş görəndə Allahı unutmayın. Çünki Allah heç bir zaman sizi unutmur. Çətinliyə düşəndə həmişə əlini qaldırırsan, istər Allaha ibadət eləyən olsun, istər eləməyən olsun. Bir bəndə doğrudan da çətinliyə düşəndə dərhal Allahı istəyir. Niyə? O özündən böyük bir varlıq, qüvvə hiss edir. Çünki o hissiyatı Allah özü insanlarda özünü hiss elətdirir ki, səndən böyük qüvvə var, sənə yardım eləyəcək bir qüvvə var. O çətinliyə düşəndə o saman çöpü məsələsi var. Bəli. O çətinliyə düşəndə artıq Allah özünü hiss elətdirir ki, mən varam. Düzdür, mən görmürəm, bəndə olaraq onu görmürük, bəndə olaraq onu eşitmirik, amma mütləq ən tez birinci Allah dağda çatır. Harada olsaz, günah etsəz də, hansı işdə olsaz da, gecə də yatanda, gündüz də yatanda Allahı unutmayın. Allahı heç nə eləmə. Eləmə, məsələn, heç bir şey eləmə. Amma bir dənə Allahı unutma. İnanın ki, Allah unutmadığınıza görə Allah hər harda var dağdua çatacaq. Hər yerdə var dağdua çatacaq. Yox, zahiri şükür eləmək başqadır, amma içində mənəvi danışıq var da. İnsanın mənəvi danışığı var Allahdan. Bilirsən, oturursan, insan gözün bir nöqtəyə zilləyir, amma əslində Allahdan danışır. Əslində Allahdan dərdləşir. Çünki yenə deyirəm, bu dünyada bütün bəşəriyyət, bütün bəndələr Allahın bəndəsidir. Biz heç kimə deyə bilmərik ki, heç bir insan arasında fərq qoya bilmərik. Bütün bəndələr, bütün hesabı Allaha verəcəklər. Hamı öz hesab kitabını Allaha verəcək və Allah da onlarla hesab kitab eləyəcək. Amma Allahdan ümidini kəsmə. Əgər Allahdan ümidini kəssən, Allahdan ümidini insan kəssən, deyir, əgər istəyirsən özün bəndə olasan, çıx mənim ərşimin altından, gəzmə mənim torpağımın üstündə, içmə mənim suyumdan, yemə mənim nemətindən. Əgər bunları bacarsan, o yaşadığın dünyanı sənə hədiyyə eləyərəm. Fəlsəfə alimləri belə deyirlər. Ona görə Allahı unutmayın ki, Allahı unutmayın. Bir məsələ var. Deyir, insan nə qədər, üzr istəyirəm, insan nə qədər nizam üstündə yaşasa, Allah bir hansı çətinliyə düşsə, dərhal qarşını çəkəcək. Amma Allahı unutsun, Allah ən sonda gələcək. Yəni, ən son ki, ümidin qaldı saman çöpünə, Allah, əstəğfurullah, Allah'a məkan, cisim vermək kimi çıxmasın bu sözüm. O, bizim müəllimlər onu ərkana, həm də anlatmaq üçün deyir. Allah dediyanar gözləyər ki, biraz qoy çətinliyə düşsün ki, o pis günün ağırlığını hiss eləsin. Amma bilirəm ki, sonda onu xilas edəcəm. Allah deyir, həmən saman çöpündə gələn deyir ki, baxın, mənəm sənin varlığım, mənəm səni yaradan, mənəm sənin pis günündə yanıma çatan, sən də yaxşı günündə də mənə xatırlat. Bəli, ən əsası odur, yaxşı günümüzdə şükür et.